Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm cemiyen ve rahmetullahi ve berekatuhu. Bəli, əziz bacı və qardaşlar, bugünkü mövzumuz uşaqların məscidə aparılmasıdır. Bir iddə, bir qrup insan deyirlər ki, məscidlər uşaqların yeri deyil, uşaqların məscidə getməyinə ehtiyac yoxdur, məscidə getmələrini qadağan edirlər və məscidləri uşaqların üzlərinə bağlayırlar və yaxud bir qrup insan çıxır, elə ibadət əhli olur, namaz əhli olur, namaz qılan olur, sözdə mümin olur, fəqət övladlarını məscidə gətirməkdən və yaxud hər hansı bir ibadətgah olarsa, bu Hüseyni olar, bir məscid olar və yaxud başqa bir yer olar, oralara gətirməkdən hər zaman geri qalırlar və bu işə çox soyuq yanaşırlar. Məsələmiz budur ki, həqiqətən Allah Rəsulu da və Əhl-i Beytdən də onlarla hədis var ki, övladları hələ balaca yaşından, uşaq yaşından məscidlərə, ibadətgahlara alışdırmaq lazımdır. Allahın dini ilə birbaşa tanış eləmək lazımdır. Allahın dinini övladlara tanıtmaq lazımdır. Onları yavaş-yavaş, aram-aram, asta-asta Allahın əmrləri ilə və şəriət qaydaları ilə tanış eləmək lazımdır. Bugün müsəlmanlar arasında bu çox əhəmiyyət verilməyən bir mövzudur və bəzi yerlərdə də əslən elə məscidlərə uşaqların üzü bağlanır və onların məscidə getməyi qadağan olunur. Bu tamamən yanlış bir düşüncədir, bu tamamən yanlış bir əqidədir. Ona görə ki, bir cəmiyyətin formalaşması həm əxlaqi, həm ictimai, həm dini, həm mədəni bir şəkildə bir cəmiyyətin formalaşması mütləq şəkildə Allahın məscidlərində və ibadətgahlarda alına bilər. Bundan qeyri yerlərdə bir cəmiyyət, bir toplum tam mədəni bir şəkildə formalaşa bilməz və tam hər şeyə, bütün qayda qanuna riayət edəcək bir şəkildə yaşaya bilməz ki, bugün dünyanın bir çox yerinə baxdıqda da görürük ki, biz deyən şəkildədir. Bəzilərimiz deyə bilərik ki, Avropada, Qərbdə çox gözəl mədəniyyət var, övladlar, uşaqlar məscidlərə, ibadətgahlara getməsələr də çox mədəni bir cəmiyyət yetişə bilir deyə bilərik. Fəqət o ictimai tərəfdən mədəni bir cəmiyyət sayılsa da, görülsə də, mənəvi tərəfdən çox böyük boşluqları olan və insanların bir-birlərinin mənəvi haqlarına təcavüz elədiyi və sınırlarının olmadığı bir cəmiyyətlər görəcəyik. Düzdür, yolda qırmızı işıqdan keçməzlər, zibillərini yola atmazlar və yaxud bir maşın digər maşının rahat keçməsi üçün gözləyə bilər. Bunun kimi qayda qanunlara düzdür, riayət edə bilərlər. Fəqət insanların mənəvi sınırlarına heç bir şəkildə hörmət göstərməzlər və özləri də əksər halda mənəvi boşluqda olarlar. Amma biz bir balaca dindar toplumlara baxdıqda və dini sabit qədəm şəkildə yaşayan cəmiyyətlərə baxdıqda görərik ki, o cəmiyyətdə həm ictimai, mədəni bir şəkildə insanlar bir-birinin hüquqlarına hörmət göstərərlər, həm də mənəvi və dini şəkildə insanlar bir-birinin hüquqlarını gözləyərlər və orada mənəvi olaraq da, vicdani olaraq da və dünyadan sonra bir axirət inancı olduğuna görə də insanlar bir-birinin hüquqlarını tapdalamaqdan çəkinərlər və buna inanarlar ki, bu dünyadan köçüb geçsək və bu dünyada o yaptığımız yanlışı kimsə görməsə bilə, bunu görən birisi var və bunun hesabını soracağı gündə mütləq şəkildə olduğuna görə dindar topluluqlar bu cürünə formalaşarlar ki, həm bu dünyada digər insanların hüquqlarına və sınırlarına hörmət göstərərlər, həm də mənəvi olaraq o mənəvi hörməti göstərərlər ki, düzdür, bəzi insanlar bundan bəlkə də xəbərdar olmayacaqlar insan ölüb gedənə qədər, fəqət bunu görən bir tanrı, bir yaradıcı, bir Allah olduğunu biləcəklər və bunun da hesabatının öldükdən sonra belə olsa insanlardan sorulacağını bildikləri üçün bu qayda qanuna əsasən riayət edəcəklər.
Bundan əlavə biraz öncə dedik ki, biz öz cəmiyyətimizə qayıtdıqda isə görürük ki, cəmiyyət əvvələn biz bunu dərk eləməliyik ki, bizim cəmiyyətimiz ibadət əhli deyil, dindar cəmiyyət deyil və məscid əhli deyil. Yəni, bugün bizim yaşadığımız mühitdə də və öz ölkəmizdə də məscidlər əksər halda boş qalırlar. Bəzi məscidlər dolar, onlar da bəzi şöhrətli mollalara xatir, ruhanilərə xatir dolar. Allaha xatir dolan məscid həqiqətən bəlkə də ölkəmizdə yoxdur, varsa da çox azdır. Yəni, bugün mərhum Hacı Şahin Həsənli rəhmətə getmədən qabaqki Məşədi Dadaşın halına baxırıq və o rəhmətə getdikdən sonraki Məşədi Dadaşın halına baxanda görürük ki, oranın cəmiyyəti əksər halda Allaha xatir gələn yox, oradakı məşhur alimə, ruhaniyə xatir gələn bir cəmiyyət olub ki, hacıdan sonra məscidi boş saxlayırlar. Və əfsuslar olsun ki, ölkəmizin bir çox yerində də məscidlərimiz bu cürlədir və əksər halda məscidlər boş qalırlar və insanlar ora getməyə tənəzzül eləmirlər və yaxud getməyə ehtiyac özlərində görmürlər. Oysa ki, əvvəlcə özümüz məscidləri boş saxlamamalıyıq. Biz bunu daha öncəki mövzularda demişik ki, qiyamət günü Allahdan şikayət edəcək 3 qrup var idi. Biri alimlər idi, biri Qur'an-ı Kərim idi və digəri də məscidlər idi ki, biz insanlardan Allaha şikayət edəcəklər. Həm Allaha şikayət edəcəkləri üçün məscidlər boş buraxılmamalıdır. Həm Həzrəti Əlinin bu hədisi yada salınmalıdır ki, mən məsciddə oturmağı, cənnətdə oturmağı tərcih edirəm ona görə ki, məsciddə oturmağı Allah, cənnətdə oturmaqsa mənim nəfsim istəyir, mənim özüm istəyirəm. Allahın istədiyi bizim istədiyimizdən daha üstün olduğuna görə məscidə getməliyik və məscidin xüsusi hörmətini saxlamalıyıq bizlər və o məscidləri boş qoymayaraq, hər zaman dolduraraq və hər namazı çalışaraq, məsciddə qılmağa çalışaraq məscidlərin əhəmiyyətini və hörmətini saxlamalıyıq. Həzrəti Peyğəmbərin səhabələrindən biri Peyğəmbərlə oturub söhbət edərkən bu hadisəni rəvayət edir ki, Peyğəmbərin ağzından eşidir və deyir ki, Peyğəmbər dedi, vay olsun atalarının ucbatından cəhənnəmə gedən axir zamanda olan uşaqlara. Həmin sahabə soruşdu ki, ey Allahın Rəsulü, ataları müşrik olan uşaqlarmı? Ataları İslamı qəbul eləməyən uşaqlarmı? Peyğəmbər buyurdu ki, xeyr, ataları mümindir, amma öz övladlarına vacibləri, halal haramı öyrətmirlər. Bəzən isə onları Allahdan uzaq salırlar. Mən onlardan bizaram, mən onlardan uzaqam. Həzrət Rəsul-i Əkrəm burada açıq şəkildə deyir ki, bir insanın özünün ibadət eləməyi, özünün namaz əhli olmağı kifayət deyil. İnsan özü ibadət eləyərkən də həm övladlarına, həm ailəsinə, həm qohumlarına, dostlarına ibadəti əmr eləməlidir, yəni əmr-i məğruf eləməlidir və o insanları pis işdən çəkindirməlidir, yəni nəhyən münkər eləməlidir. Bunlar öz yerində. Bundan əlavə övladları məscidə aparmağa adət eləməlidir və uşaqlar bilməlidir ki, məscid adabı nədir, məscid nədir, məscidin hörməti, əzəməti nədir. Ələlxüsus biz öz cəmiyyətimizə və öz ətrafımıza baxdıqda bunu görürük, diqqət edirik ki, insanlar ortamdan təsirlənirlər, ortamın təsiri altında qalırlar. Biz böyük insanlar belə bir ortama girdikdə o ortamın təsirində qalırıq və bir müddətdən sonra o ortamdakı insanlar kimin həyatımızı sürməyə başlayırıqsa, uşaqların üstündə təsir qoyma bizdən qat-qat artıq olduğuna görə uşaqlar nə qədər çox məscidə, Hüseyniyələrə, ibadətgahlara gedərlərsə, orada nə qədər çox vaxt keçirlərlərsə, mütləq şəkildə onlar böyüdükdə onların bilinç altında bu qalacaq və uşaqlar yavaş-yavaş böyüdükcə və yetkinliyə çatdıqca məscidlər uşaqlardan böyümüş digər yetkinlərlə dolacaq. Yenə Əhl-i Beytdən bir çox hədisə baxdıqda görürük ki, uşaqları İmam Sadiq əleyhissalamdan soruşurlar ki, ya Yəbnə Rəsulullah, uşaqları biz məscidə gətirək, ya gətirməyək, gətirdik, hansı işlə məşğul olaq, onları necə saxlayaq? Peyğəmbərin nəvəsi buyurur ki, uşaqları məscidə gətirin, bu öz yerində. Onları arxa cərgədə saxlamayın. Onları öz namaz qılandakı səhvləri tuturub, öz səhvlərin aranızda paylaşdırın, dağıdın ki, onlar məsuliyyət hiss eləsinlər və o qılınan namaz, cəm halında qılınan amal
namaz o uşaqlara təsir göstərsin. Bu çox mühim bir məsələdir, bu çox önəmli bir məsələdir ki, bizim gələcəyimiz o uşaqlardır, bizim hər şeyimiz o uşaqlardır, bizim həqiqətən həm ölkəmizi, həm cəmiyyətimizi, həm millətimizi, həm toplumumuzu bir yerə gətirəcək olan bu uşaqlardır. Bu uşaqlara biz indidən lazım olan dəyər və hörməti göstərməliyik və onları əl üstündə saxlayıb bəzi dəyərləri onlara öyrətməliyik ki, vaxtı gəldiyi zaman o uşaqlar Allahı tanıyan, Allaha ibadət edən, Allaha razı gələn, Allahın verdiyinə, vermədiyinə razı gələn, Allahın Rəsuluna iman gətirən, Allahın əhli beytinə tabe olan, vətənini sevən, bayrağını sevən, millətini sevən, xalqını sevən və lazım gəldikdə həm Allaha və əhli beytə xatir, həm də ki, vətənə və millətə xatir öz canından kəsə biləcək cavanlar yetişdirməliyik. Bizim əvvəl özümüz bu cürlə olmalıyıq. Bundan əlavə də övladlarımızı bu düşüncə ilə, bu həyat tərzi ilə yetişdirməliyik ki, həm vətənimiz və millətimiz abad olsun, həm dinimiz və axirətimiz. Vəssalamu aleykum cəmiyyən və rəhmət.